Tabi az beynim zonga diyor. Tez elə. Biraz şeylim elə bir şəkər məni silkələmək istəyir. Tarixdə vergiləri keçmişim. Vergilər neçə növ var? İmkan verməyə, konfeti ağzıma koymaya imkan verməyə %100 günə. Şəkərə meyilliyim artıq. Düşmüyor bu vergiləri. Neynəmiyor Deməmişəm sana Türkçe danışma. Başa düşmürəm, niz nayudinən. Başa düşmüyor Birincisi divanda. Divan vergisi de. Tarixdə ha? Oy beynim xarab oldu. Dedim, Azərbaycan dilində səlistavoy danış. Hə. Nitqi dərk elə. Nitqi qoy sözün dilivin üstünə. Hə, yaxşı, oktav. Mənə bax, səlist danışmayma bu. Hə, divan vergidir, ona vergi verirlər. Divana da vergi verəcəm. Təzə çıxdın, tarix yazır. Elvin Başkanlı deməyib heç. Heç xəbərim yoxdur. Elvin Başkanlı xəbər vermə, divana da vergi. Təzə divan almışım, vergi verəcəm. Onun üçün müəllimə dedim. Hə. Tarix müəlliməsi. Adı neydi onun? Sümqayət idi, neydi adı müəllimənin? Neydi müəllimənin adı? Bilmirəm. Bir ildir məktəbə getsən, tarixin adını bilmirsən? Hə? Əflatun müəllimə idi, neydi? Salam belə ki, müəlliməm. Biz bütün xəbərləri TikTok'dan alırıq. Hələ Elvin Başkanı xəbər verməyib ki, divana vergi verirlər. Haçandan çıx divana vergi verəcək? Dədə, vay, nənə. Müəllimə, uşaq kitabı açıb, uşaqdan yaxşı bilməzsiniz ki. Dedi müəllimə deyib ki, divan vergisi çıxıb. Biz bu divana görə də vergi, oturmayımıza görə də vergi veririk. Bax, elə deyil. Və kitabı nəyi yazır? Kitab tarixi yazır, tarix hansı gün? Qabaqlar veriblər divan için. Şahin dövründə divan var imiş. Müəllimə, mana deyirsin savadsız valideyn. Uşağımı göndərirəm, bəs evə dərs vermədən mən savadsız valideyn öyrədirəm də uşağa. Gələcəyim alimini kim hazırlayır? Mən. Mənim üstümə göndərmirsən, nə onu öyrətməyə? Mənə niyə savad advoy verdiyi mənim üstümə görürsən? Görürsən sən, mənim biliyimdən şübhələndi. Söz şayə çıxadaba divana vergi gəlir, hə? Gör şayənin böyülüyünə bax, bunu harada demək olar? Hə eləmə, mazgi üzümə, nə eləmək istəyirsən sən? Nə olacaqsan böyüyəndə? Qurbanı, deyilən böyüyəndə nə olacaqsan? Mənim gələcəyim parlaqdır. Hə, qurbanı, çəkinmə, deyə. Amma mən ya TikToker olaram, ya YouTube evzat. Küs sənin evlad təbii bə. Evlad yer ol elə, YouTube konfet də ucuzvari konfet alırıq ki, sizi oxuturaq. Amma yoxdur, divan vergisini gətirdin, çıxartdın evimizin üstünə. Uğalaq olmuşu, bunun vergisini qurtarmaq olar. Gör, bir elə, bir belə aldığı böyüsündən. Ürəyim pis şey vurdu mənim. Day nədir, dinən elə, tez elə, vay. Tez elə. Dinən, siz nəyə kəsiniz? Vergi, tarixdə vergi deyilir. Məhsula görə alınan vergi mal cəhətdir, suvarma suyundan görə alınan bəhrədir, otlaqdan istifadəyə görə çoban bəyidir, sənətkarlardan tamğadır, xristiyan əhalidən cizyə. Dayan, beynim getdi. Vergidən gedir də, bu tarix vergidən gedir. Tarix qabaq bizdə şahdan danışardı, indi vergidə. Tarixin içində də vergisi, suya da görə də vergisi, bunu ayrı veriyor, vergini ayrı verəcək. Taza çıxdıq bu. Haçan çıxıb axı bu dinə mənim bir beynimi aç da. Mənim əsəblərim. Bu alımızı başına çalsam, bir şey kəşf edə bilərsən. Cəmaatın uşağı oxuyur, olur Mendeleyev. Mənkinə bax. Alıma düşdü bu kişinin başına. Kəşf elədi bütün ailəmi. Mendeleyev neyi çıxardı? Mendeleyev'in xəbəri yoxdur. Nə çıxardı? Bu kişi bir metrə dilini çıxardı. O Einstein. Öyle dərs öyle. Einstein de həmin şeydir. Mendeleyev'le Einstein'in arasında nə fərq var? Dilini çıxardı. Bax hələ. Boğulacaq. Elim ki öyrən. Elim dilin ucundadır. Hədərə böyüdürəm sizi. Hədərə böyüdürəm. Bu etom olsa hərdən armudu at başıma. Gör elə nəsə kəşf edə bilirsən. İnanırsan, hərdən mənə belə əsəb gəlir ki. Amma arada o armudu götür öz başından ha. Bəlkə sənə bir şey olar. Mənim başıma elə armuz deyib ki, mən bunlara ailəyə ərə gəlmişəm də. Kül mənim başıma. Oturmuşdum o vaxtda, alça düşdü başıma, dərdim oradan keçirdi. Gördüm, vızıldım onu. Alça yiyə dərdimə vızıldım. Mən də dərdimi kəşf elədim də. Kül mənim təpəmə. İndi deyir, armuz, anaya gör necə ağır söz deyirsən sən. Aç kitabı deyib. Fizikadan da ohm qanunu var. Hə. Ohm qanunu nədir? Ohm şanti, ohm şarkıqların çoxusu yekzəm. Nə? Ohm şanti, ohm. Ohm şanti ohm deyib ohm qanunudur.
Bir dənə qanun çıxardı. Evi yox. Sonra gəldim qanunu azdı. Qanunu da gəldi o yüzden. Ha. Hə, bu qanuna görə gərginliyin elementdəki cərəyan şiddətinə nisbəti sabitdir. Yox. Hə. Fizika bu gələ. Hə. Cidden çok sağ ol. Gerginliğin olmuşantiye göre şey sabit kaldı. Ha? Ha şu ne güzel. Tutardı öğrendi fizikanı. Ha, bir distri var, r bərabərdir, u bölünsün, I. Elə Allah kim yazıb onu ora? Yani Rasim üstə gəlsə ulduz bərabərdir I. Onu kim yazıb ora? Bilmirəm. Fizika müəllimə desin ki, müəllimə mamam xoşuma gəlmədi bu düstura. Bu düstur Allah bir hardansa oğlanla qızın adıdır. Gəlir, keçib giriblər fizikaya. Görürsən, nə? İldırım. Sətr altı nə başa saldılar fizikada? İldırım çaxdı, nə oldu? R ilə I üstə gəldi, I bərabərdə I oldu. I nədir? Gene I olayı, ürək qoydular. R üstə gəlsə I U bərabərdə I. Bağla kitabı, get məktəbdə etiraz elə, aksiya keçir. Hə, yaxşı. Qabağa, irəli. Bildin? Beynim söküldü.